Nida köməkçilik hissələrindən biridir. Nidada da əzbərçilik tələb edir və bir də cümlədə mənasına görə nidanı tapırıq. Burada elə bir böyük bir şey yoxdur. Ümumiyyətlə nida nədir? Nida danışanın hiss və duyğularını bildirir. Nidalar qorxu, narahatlıq bildirənlər var. Vay, oh, ah və s. Şadlıq, sevinç bildirənlər var. Ura, sevinəndə deyir, bəh-bəh, belə. Çağırış bildirənlər var. Ey, ay, ah, hey və s. Qəm-kədər bildirənlər var. Ah, ey, of. Bunlar qəm-kədər bildirir. Nifrət və istehza bildirənlər var. Tfu, sonra xa-xa və s. Bunlar isə nifrət və istehza bildirir. Keçək nida cümlənin 3 yerində gələ bilir modal sözlər kimi. Özündən əvvəldə gəlsə özündən sonra vergül qoyulur. Ortada gələndə nidanın hər iki tərəfindən vergül qoyulur. Nida sonunda gələndə özündən əvvəl vergül qoyulur. Məsələn, tutaq ki, deyirəm ki, vay, nə yaman müşkilə düşdük. Baxın, burada nidadır, cümlənin əvvəlində gəldi, özündən sonra vergül qoyulur. Nidada bir şeyə diqqət edəcəksiniz. Çağırış nidaları istisnadır, bu mütləq testə düşən yerdir. Çağırış nidaları istisnadır, çünki çağırış nidaları tək işlənmir, xitabla bir yerdə işlənir və vergül xitabdan sonra qoyulur. Məsələn, deyirəm ki, tutaq ki, ay uşaq, düz otur. Baxın, ay nidadır. Biz də dedik ki, nidadan sonra vergül qoyulur əvvəldə gələndə. Bircə çağırış nidalarıdır ki, çağırış nidası xitabla bir işlənir. Ona görə daha çağırış nidasında yox, gəlir xitabdan sonra vergül qoyulur. Yəni, bu istisnadır.